Elza Seyidcahanda dəlilik əlaməti var. Bunu RTV-də yayımlanan Qaranlıqda Həqiqət layihəsində tibb elmləri namizədi Rəşid Mahmudov deyib. O, hətta mərhum xalq artisti İlhamə Quliyevaya da vaxtilə təkəbbürünə görə irad bildirdiyini xatırladıb. Aparıcı Mətanət Əliverdiyeva ibtidai sinif şagirdlərinin hazırlığa göndərilməsi ilə bağlı valideynlərin narahatlığını dilə gətirib. Bu barədə o, Xəzər axşamı verilişində danışıb. Mənim 1-ci sinifdə oxuyan övladım yoxdur. Son zamanlar sosial şəbəkələrdə mənə yazırlar və görürəm ki, analar nədən şikayət edirlər. 1-ci sinif şagirdlərinin 6 yaşları olur, amma 5 yaşından biz onları məktəbə qədər hazırlığa göndəririk ki, sonra dərslərini yaxşı oxusunlar. Amma bizim dövrümüzdə 7 yaş olmadan məktəbə götürmürdülər. İbtidai sinif müəllimlərindən xahişim var. Uşaqlar hər şeyi qavramaq iqtidarında deyil. 6 yaşında olan uşağı hansısa fəndən zəif olduğu üçün hazırlığa göndərmək nə deməkdir? Bu uşaq olimpiyadaya gedir, yoxsa universitetə hazırlaşır? Analara mən bacarmıram, hazırlığa göndərin söyləmək nə deməkdir axı? Bu tələb Sumqayıt məktəblərindən gəlir. Mən hələ Bakını kənara qoymuşam. O vaxt bizim sinifdə 45 şagird var idi. Müəllimimiz hamımızı öyrədirdi. Məni evdə anam öyrətməmişdi. Müəllim özünü əziyyətə verib, hər şeyi izah edirdi. Amma indi uşaq oxuya bilmir, müəllim deyir ki, uşağı hazırlığa qoyun. Niyə? Məktəb nə üçündür? 1-ci sinifdə 6 yaşı var. Ona görə də siz hazırlıqlı olun. Bunu hamıya şamil etmirəm. Mən dərslikdən, oradakı ağırlıqdan danışmadım. Amma bu yaşda uşağı məşğəliyə göndərmək sizin hazırlıqsızlığınızdır. Ana cibindən pulu hazırlığa verəcəksə, ibtidai sinif müəllimi niyə maaş alır? Yəqin ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bilmir. Bilsəydi tədbir görərdilər. Xahiş edirəm ki, bu məsələni diqqətə saxlasınlar. Onun işi az idi, biri də buradan çıxdı. Çünki valideynlər artıq neçə gündür ki, bu məsələ ilə bağlı müraciət edirlər.